Bəli. Vizit kartınız biraz düzəlib. Bu dəfə yaxşı fond seçmisiniz. Səliqə minimalistdir. Bəs bu paternlər var ya, bunları necə yaratdı, sonra yarada bilmədiniz? Bunları yaratmısınız da. Yaradıram, yaratmağını yaradıram. Problem yoxdur. Hə. Görün mən düz başa düşmüşəm. Məsəl üçün mən yaratdım, bu düşdü. De- Yəni 2 gün sonra mən dəqiq gözləyim. Hə, 2 gün sonra girəndə itir. Yox, hə elə olur, yəni. Hə, silinir. Niyə görə? Patern bir dəfə yaratmaq üçün ona görə yadda qalmır. Error olur. Crack işlədirsiniz də siz, hə? Fərq nədir? Yəni pulunu almamısınız da proqramı. Yox. Pul, Bunu bilmirəm, yəni pulsuz işlədirsiniz də proqramları. bəli. Hə, ona görədir də yadda qalmır. Mən də yaradıram, deyirəm orada qalsın, sonra başlayıram bu 2 dənəni açıram ki, flare işləmək üçün. Yoxdur. Hə, yox, olmayacaq. Silinəcək onlar yəni. Çünki crack işlədirsiniz də ödənişlə işlətmirsiniz proqramı ona görə. Onda ödənişi neçədir onun? Adamın öz rəsmi yerində 15 dollardır. Hər ay ödəməliyəm. Hə, Yoxsa bir amma dəfəyə? belə də var. Belə Azərbaycandan almaq 12 manatdır aylığı. 5 Hı hı. 7 gün isə 5 manat. Belə Bəs şeylər. belə yaratmağım necədir? Bu Belə qarışıqdır ekstra bir şey səliqəsiz. eləməmişəm. Bu kobuda alınıb. Bu O çoxsa, birinci işlədiyimdir. amma bu yaxşıdır. Bu pis. Sırayla da. Hə, bu pis deyil. Təzədən yaradardınız da. IKEA üçün təzəsini yaradardınız da. Mən istəyirəm flare üstündə işləyim, onu tapa bilmirdim deyə qalmışdım belə. Yox, başa IKEA var ha. IKEA Mən bir hı, işdirsə IKEA üçün təzədən yaradardınız da, sıfırdan yaradardınız. teacher, mən elə bilirəm ki, bu dərsə kimi elə bilirdim ki, o orada qalır. Mən yaradıram, qayıdıram, yoxdur. Ki birinci özümdən flare düzəldim ki, IKEA-ya keçim. Yenə izah eləyə bilmədim elə. Bildim, mən sizi başa düşdüm. Gördünüz ki, qalmır, yadda qalmır. Elə çıxmadan da, proqramdan çıxmadan, səhifədən çıxmadan yavaş-yavaş işləyərdiniz də elə. İki səhifə yaradım. Elə birbaşa flare işləyim, elə olsun. Hə də, hə. Birbaşa işləyərdiniz, elə bunu yaratmamısınız, elə işləyə-işləyə gedərdiniz. Çıxmayın da, proqramdan çıxmayın. Onu Hı. yaratdıqdan sonra, elə bir hissə yaratdınız bunu, ondan sonra bu qalır da. Hə, o qalır. Hə, üstündən elə Amma işləyib çıxıram, gedərdiniz. Ondan sonra flyerin içində qalacaqdı yəni. Swatchda qalmır da, amma səhifədə qalır. Voice-da Səhifəni qalmır. save as eləsəz qalır. Swatchda qalmır yəni. Bəs bundan əvvəlki flayerlər necə idi? Demişdik səhvinizi deyəcəm, amma onun üstündən keçmədik. Ha, o bir tapşırığınız. Yəni mən tutmadım. Fondda 100%. Sizdə şeydir, yəni bu davam edib yaradardınız da IKEA-nı. Swatchda qalmır da, elə belə yarada gedərdiniz də. Mən Yəni, bir səhifə açıram, orada yaratmışam ki, bu getsin swatcha düşsün, canım rahatlasın ki, mən yox ya, təzədən o iki elə səhifəni, şey. belə 2 səhifə açım, başlayım işləməyə. Ya, nə ehtiyac yoxdur. Hı, hı. Biraz qarışıq olub flyer. Səliqəsizdir. Bu isə pis deyil. Biraz fontlarınız yaxşıdır. Fontlarınız çox sərtdir. Sonra bunlar çox böyükdür biraz. Hə, bu fontlar yaxşı olub. Fontlar sərt olub. Make maskarınız biraz səliqəsiz olub. Biraz hər şeydən çox qoymağa çalışmısınız. Hər şeydən çox böyük qoymağa çalışmısınız. Aqromni olub bir çox şeylər. Burada biraz daha səliqə salmağa çalışmısınız. Bura niyə belə boş qaldı? Hı. Hə, siz demişdiniz axı boş yer olsun ortada belə havalı. Bildimə, amma Hı hı. çox belə lazımsız olub da. Bax belə də yox da. Yəni Görürəm. boşluqlar belə Səhv qoya olmuş. bilərsiniz. Yəni ətrafda boşluq olması.
Bu biraz daha səliqəlidir. Burada fontlar biraz daha yaxşıdır nisbətən. Nisbətən amma. Hadi təzələşdir failləri də okey. Amma belə Fontlar çox diqqət. götürmüşəm. Mən bu çox zövq aldım bunlar işləyəndə. Amma fontlarınıza diqqət edin. Flare. Ha. Bilmirəm. Amma fontlarınıza çox diqqət etməyə çalışıram. Nəsə sualınız var onlarla bağlı? Yox, yox. Bir də çox Bu sərt fiqurlar qoymağa çalışmayın. Yəni, belə sərtlər, belə rektanglelar qoymağa çalışmayın. Bu rektangleları fərqli formalara salmağa çalışın. Onlara diqqət edin. Yaxşı. Sosial media postlarını sizə başa salacağım. Sosial media postları necə olur? Nələrə diqqət eləməlisiniz? Sonra fasilədən sonra sosial media postları minimal dərəcədə hazırlayacağım. İllustratorda elə minimal dərəcədə hazırlayacaqsınız. Sosial media postlarında ümumiyyətlə sosial media postlarının özü bir xidmətin bizə bir brendin xidmətini tanıtmaq üçün olan bir üsuldur. İndi var kommersial işlər var yaradıcı işlər var. Kommersial işlərdə vizuallar sadə olmuş olur. Və siz posterlərə baxanda nə tipli posterlərə baxmalısınız? Belə modern, müasir, minimalist posterlərə baxmağa çalışmalısınız. Belə qarışıq yox. Yazıları belə çox olan posterlərə baxmayın. Yazıları orta dərəcədə olanlara baxın. Bunlar konversiyalı getmiş olur. Sosial media postlarında önəmli məsələ rənglərdir, backgroundunuzdur. Backgroundunuzu minimalist dərəcədə maraqlı, kreativ şəkildə eləməyiniz, brendin rənginə uyğun işləməyinizdir. Yəni brendin rəngi nədirsə, o rənglə də getməlisiniz. Brendiniz o rəngi yoxdursa, hansısa bir rəng yoxdursa, onu işlədə bilmərsiniz. Yəni qırmızı göydürsə brendiniz, qırmızı göylə getməlisiniz. Alternativləri ağ, qara, boz işlədə bilərsiniz. Amma məsələn qırmızı yoxdursa, yaşıl yoxdursa, işlədə bilmərsiniz onu posterlərinizdə də. Nə yazınızda, nə fiqurunuzda, nə hansı bir elementinizdə. Yəni brendin rənginə uyğun adaptasiya eləməlisiniz. Sosial media postlarında önəmli olan sizin bu backgroundunuzdur. Backgroundunuzun xüsusi diqqət eləməlisiniz. Backgroundlarınızda təyin edirsiniz ki, yəni brendiniz dinamikdirsə, posterlərinizi dinamik hazırlamalısınız. Yəni background fiqurları artıq dinamik eləməlisiniz. Yəni belə hərəkət verici hiss oyatmalıdır. Pinterestdən də baxaq. Bəzi posterlər görə bilərsiniz ki, bu necə edib, o artıq Photoshop işidir. Bunu illüstratorda da eləmək olar. Belə tip kölgələr necə verə bilərsiniz, onu da göstərəcəm sizə bugün. Burada gördüyünüz kimi. Görürsünüz, baxanda posterə rahat şəkildə hər şeyə fokuslanmaq olur. Background ayrıca fokuslanmaq olur. Yazıya ayrıca, vizuala ayrıca, digər önəmli, diqqət çəkici hissəni ayrıca dizayn edə bilər. Bu hissə tamam ayrı bir fərqdir. Yaxud da burada da. Görürsünüz, məsələn, bu sadəcə bir backgrounddur. Buradan belə bir fiqur çəkilib, bu hissəyə bir fiqur çəkilib, yazını aşağı ediblər. Perspektiv varp keçmiş deyə siz həmin perspektiv varpla yazını əyə bilərsiniz. Yazıcıda da perspektiv var. Bəli. Onun vasitəsilə məsələn yazını əyə bilərsiniz. Və görürsünüz, bu detallardan istifadə etməyə başlamalısınız posterimizdə. Birinci həmişə posterdə background hazırlayırsınız. Backgroundunuzun xidmətinizə uyğun stilini təyin edirsiniz. Stil təyin edəndən sonra o stilə uyğun adaptasiyada getməlisiniz. Ondan sonra diqqət edirsiniz. Fontunuzu artıq, fontunuzu xüsusi seçirsiniz. Fontlar yükləməlisiniz tez-tez. Fontlarınız, yəni hansı xidmətsə, o xidmətə uyğun font yükləməyə çalışın. Bu üçün, məsələn, ChatGPT-dən də tövsiyə ala bilərsiniz. Deyə bilərsiniz ki, mən fast food üçün hazırlayıram, məsələn, Burger King üçün poster hazırlayıram. Bunun üçün hansı fontlar tövsiyə edə bilərsən və o sizə font tövsiyə edəcək, font adları yazacaq.
və götürəcəksiniz o fond adlarını, yazacaqsınız Google-a, qabağına da yazacaqsınız ki, free download və o fondu yükləyib istifadə edə bilərsiniz. Və bu şəkildə də məsəl üçün yararlana bilərsiniz. Və yaxud da nümunələrə baxırsınız, nümunələrdə hansı abu-havada fondlar işlədirlər. O abu-havada olan gedib başqa bir fondları tapıb seçə bilərsiniz, məsəl üçün. O hissədən də istifadə edə bilərsiniz. Deməli, xidmətdən xidmətə dəyişir və ayrıca fond dizaynı diqqət eləməlisiniz. Yəni necə background-a ayrıca diqqət edirsiniz, background üçün ayrıca bir vizual dizayn hazırlayırsınız. Eləcə də fond dizaynınızda ayrıcalıq olmalıdır. Yəni belə fontu götürdünüz, yazdınız, bitdi, o tipdə eləməməlisiniz də. Yəni fontunuzda da bir özən göstərməlisiniz. Nə boyda, hündürlükdə yazasınız, enini nə boyda eləyəsiniz, ətrafında hansı detal qoyasınız, yanına hansı detal qoyasınız, rəngini necə eləyəsiniz, arxa backgroundu necə eləyəsiniz fontlarınızın. Sloqan düşündünüz, cümlə düşündünüz fontunuz üçün. Oradakı sözləri tək-tək yazmalısınız. Hamısını bir yerdə yazmamalısınız. Yəni, məsəl üçün, menyuda özəl bir endirim var, sözünü, cümləsini düşünmüsünüzsə, bu cümləni bütöv şəkildə yazmamalısınız. Söz-bə-söz yazmalısınız. Özəli ayrıca yazmalısınız, özəli ayrıca bir dənə dizayn verməlisiniz. Burger sözünü ayrıca yazırsınız, burger sözünü ayrıca dizayn verməlisiniz. Menyu sözünü yazdınız, ayrıca dizayn verməlisiniz. Amma bir-birinə yaxın dizaynlar verməlisiniz. Bir-birini tamamlayıcı dizaynlar verməlisiniz. Bunun üçün ilk başlarda nümunələrə baxın və nümunələrin eynisini eləməyə çalışın ki, əliniz öyrəşsin, sonra yeni ideyalar fikirləşəsiniz. Xüsusi diqqət edirsiniz, sonra başlayırsınız onu alternativlərini düşünməyə. Backgroundların özündə belə font dizaynlarına istifadə edilir. Belə bir şəkildə yazılar yazılır. Arxasına opacity azaldılır və üzdən sonra vizual falan qoyulmuş olur. Və belə şeylərə diqqət edə bilərsiniz. Font dizaynınızı işlədiniz, elədiniz. Xüsusi endirim tərəfində işlədiniz. Bu da xidmətə dəyişir də. Posterləriniz üçün hekayələr də düşünə bilərsiniz. Və yaxud da endirim kampaniyaları da düşünə bilərsiniz. Yəni, posterlərinizdə endirim düşünməyiniz üçün bu xidmətdə uyğundur, yoxsa bunu fikirləşməlisiniz. Fast food'a uyğundur, diş klinikasına uyğundur. Bu situasiyaya görə dəyişir, yəni. Hekayələr düşünə bilərsiniz. Yəni, məsəl üçün, posterlərdə vacib deyil ki, məhsulu göstərəsiniz, brendin məhsulunu göstərəsiniz. Məsələn, Nike və Adidas krossovkanı göstərmədən öz məhsullarını satmağa çalışırlar. Onlar sağlamlığı, motivasiyanı satmağa çalışırlar. Bu tipli hekayələr də fikirləşə bilərsiniz. Yəni, brendinizə uyğun. Ona görə brendinizi tanımalısınız. Brendinizlə yaxından tanış olmalısınız. Və brendinizlə yaxından tanış olandan sonra duyğusal tərəfi qura bilərsiniz. İndi bu yaradıcı tərəfdir də. Hansı ki, məsəl üçün, special olaraq düşünürsünüz. Onun üçün. Yəni, məsələn, tutaq ki, turizm şirkətidir. Turizm şirkətində, məsələn, biz posterlərə baxsaq, məsəl üçün, loqonu necə axtarış edirsə, eyni qaydada axtarışlarınızı edirsiniz. Əgər axtarış edirsə, turizm social media post yazdım və qabağıma turizmlə bağlı postlar çıxmağa başladı. Bunlar konversiyalı işlərdir. Yəni, şablon məhsullar qoyulur. Çamadandır, foto şəkillərdir, təbiətdir və ya da təyyarədir, təyyarə biletidir. Bunlar konversiyalı gəlir, vizual olaraq. Amma siz məsələn tutaq ki, onun üçün artıq Photoshop biraz. Photoshopda artıq onlar edilməyə başlanılır. Məsəl üçün siz bilet endiriminə bağlı müəyyən bir kampaniya edirsiniz. Burada təyyarəni bildirmək istəyirsiniz, amma təyyarə qoyursanız konversiya olur. Yaradıcı eləmək üçün məsələn durnanı götürüb qoya bilərsiniz. Durna uçur. Durnanın üstündə məsəl üçün balaca-balaca adamlar var. Və ya durnanın qanadını təyyarədən edirsiniz. Bu artıq sayılır kreativ və yaradıcı. Burada artıq hekayə qurulur. Yəni əvəzləyirsiniz. Biz indi gələcəkdə bu yaradıcı posterlərdə istifadə edilən 14 düsturdan sizə danışacağam. Orada düsturlarda bir çox detallar var. Düşməndən istifadə eləmək var, məhsulu başqa bir vizualla əvəz eləmək var, fiziki əşyanın başqasına əvəz edilməsi var.
Ondan sonra puzzle effektləri, tamamlayıcı effektlər var. O üsullarla yaradıcı bu şəkildə hazırlamışdıracaqsınız. Onlar artıq Photoshop işləridir. 3 aydan sonra artıq biz Photoshop'a keçəcəyik və orada yaradıcı şəkildə hazırlamağa başlayacaqsınız. Çünki Photoshop sırf piksellə işləmək üçündür. Amma illüstrator vektorla işləmək üçündür. Ona görə illüstrator daha çox konversiyalı hazırlanır posterlər. Siz indi hazır konversiyalı hazırlayacaqsınız. Azərbaycanda da zaten konversiyalı işlər daha çox gedir. Burada diqqət eləyəcəklərimiz var. Loqolar. Background-unuzu hazırladınız. Font dizaynınızı hazırladınız. Gözəl font dizaynını necə veriblər? Bir sözü sadə yazırlar. O birlərin belə qradiyentdir, böyük, bir iki sözü böyük, ön plana çıxarırlar. Hansı sözü ön plana çıxartmaq istəyirsə, onu xüsusi dizayn verməyə çalışmalısınız. Word kimi yazmayın. Yəni belə düppədüz yazıb getməyin. Enter basaraq yazıb getməyin. Sözlərinizə ayrıca bir fiqur kimi yanaşın. Onlara bir gözəllik verməyə çalışın. Sonra buttonlar istifadə edilir posterlərdə bəzən. Bu da xidmətdən xidmətə dəyişir. Buttonlarda da book now, və ya da indi al, giriş et, qeydiyyat. Bunlar təşviq edicidir. Bunlar təşviq edici hissə gedir. Yəni buttonlardan istifadə etməyiniz təşviq edici gedir. Sadə bir fiqur olur, fiqur yumşaq şəkildə işlətməyiniz tövsiyə olunur. İçində də yazını yazanda balaca yazırsınız. Yəni içində biraz üzməlidir o yazı buttonun içərisində. Belə parçalanmamalıdır. Daha doğrusu böyük olmamalıdır. Fiqur nə boydadsa yazınız da o boyda yazmalısınız deyə bir şey yoxdur. Onu sadə eləməlisiniz ki, səliqəli görsənmiş olsun. Və bu təşviq etmək üçündür. Çünki izləyici baxanda birinci loqoya baxır. Firma hansı şirkətə aid olmasını bilmək istəyir. Loqonuzu qoyanda da ortalara qoya bilərsiniz, amma vizualın üstünə qətiyyən qoymaq olmaz. Qıraqlara qoya bilərsiniz. Yəni ya da ortalara qoya bilərsiniz. Bəzən bu hissəyə də qoyulur. Bu da çox istisna hallardadır. Sağ, sol künclər, orta yuxarı, orta aşağılar qoyulur. Ən tövsiyə olunanları bunlardır, yəni. Amma orada baxın vizualıza. Ona görə vizualıza elə yerləşdirməlisiniz ki, loqonun arxasında heç bir şey olmamalıdır. Heç bir detal olmamalıdır. Loqo sadə bir şeyin üstündə dayanmalıdır. Yəni ona mane olan heç nə olmamalıdır. Fikri yayındıran heç nə olmamalıdır. Müştəri baxır, izləyici baxır, loqoya firmanı tanıyır. Ondan sonra sloqanı oxuyur. Sloqanınız da hiss eləməlisiniz ki, rahat oxunur. Arxasından ona maneçilik yaradan, ətrafından ona maneçilik yaradan bir detal yoxdur. Ona diqqət eləməlisiniz. Cəzb edici bir fontlar, dizaynlar olmalıdır. Sonra vizuala baxır. Vizual sloqanla uyğunlaşır yoxsa yox. Ona xüsusi diqqət eləməlisiniz. Yəni əldən danışıb bəli tipində bir şey qoymağa çalışmamalısınız. Bir-birinə yaxın bir şeylər olmalıdır və ya da eyni tipli bir şey olmalıdır. Buna xüsusi diqqət eləməlisiniz. Ondan sonra sosial media hissələrini bəzən posterlərdə qoyurlar. Bu da xidmətdən xidmət dəyişir. Turizm şirkətləri daha çox, dental şirkətlər daha çox məsəl üçün sosial media tərəflərindən istifadə edir deyə sosial medianın işarələrini qoyurlar. Yəni vizit kartın biliyi köçürülür burada belə deyək. Background özü abu-havası. Backgroundunuz məsəl üçün zəifdirsə, ümumi olaraq artıq posterimizin fontuna da təsir edəcək, vizualına da təsir edəcək. Adi bir dənə rəngi səhv eləsəz, məsələn, bax burada boz ağımtıldır da, bu yazı da boz falan olsaydı, font dizaynı korlanır, itir. Yazıların itməməsinə diqqət eləməlisiniz, xüsusi olaraq. Baxırıq posterlərə. Artıq məsələn PNG şəkillərdən istifadə edəcəksiniz və PNG-ləri illüstrator biliyi ilə necə təmizləyə bilərsiniz onu da sizə göstərəcəm və ya da PNG şəkillər başlayacaqsınız yükləməyə. Yəni arxa planı olmamalıdır. Şəkil avtobusdur. Avtobusun arxa planı olmamalıdır ki, siz öz background-unuzu yerləşdirə biləsiniz. Buna xüsusi diqqət edin. Sözlərinizi eyni ölçüdə heç vaxt yazmayın. Yəni birini çox böyük, birini balaca. Yəni dizaynınıza xüsusi diqqət etməyə çalışın. Rəngləri hamısı eyni eləməyə çalışmayın. Yəni bütün yazılar ağappaq. Bu doğru deyil. Onları brendinizin rənginə uyğunlaşdıraraq dəyişdirməyə çalışın. Bəzi sözləri fərqli rəng stillərinə salın. Buna xüsusi diqqət edin.
Və burada məsəl üçün 2 dənə peyinci var. Maşını ön tərəfə qoyublar, arxaya digər peyinci şəkli qoyublar. 2 dənə peyincini maraqlı vizual yaradıblar, konversiyalı. Backgroundda bir növ fiqurlar işlədiblər arxa planda. Paternində məsəl üçün eləmək olar. Font dizaynında sözlərin bəziləri böyük, bəziləri balaca və sonra rənglərlə onları fərqləndiriblər. Hansı ki, sloqanda önəmli sözlərin oxunması üçün, xüsusi olaraq diqqət edilməsi üçündür bu. Bu hissəyə diqqət ediblər. Kontakt hissəsini balaca şəkildə yazılıblar, görürsünüz, sadə. Belə bir şey var ki, burada bir şey digərindən seçilməlidir. Yəni heç nə seçilmirsə, onda posteriniz zəif sayılmış olur artıq. Özünü satmamış olur. Yəni sözlər bir-birindən seçilməli, ölçülər baxımından seçilməli, rənglər baxımından seçilməli, xüsusi dizayn kompozisiyası baxımından seçilməlidirlər. Bu hissə çox önəmlidir. Posterin mahiyyəti xidməti satmaqdan əlavə də duyğunu satmaq üçündür həmçinin. Yəni müştəri posterə baxanda, izləyici posterə baxanda oradan nəyin faydalı, nəyin faydası olduğunu məsəl üçün hiss eləməlidir. Bunun üçün məsəl üçün üsullar var. Məsəl üçün bu artıq rəqəmsal marketinqə dayanır. Siz posterdə problem həll edə bilərsiniz. Bu problem həllini vizualla edə bilərsiniz. Vizualla izləyicinin problemini həll edə bilərsiniz. İzləyici baxanda posterə, hə, başa düşəcək ki, bu xidmət, bu şirkət problem həll edir və bu problemi həll edir. Məsəl üçün, yay gəlir, kondisionerlərə ehtiyac var durumu, üstay səslə bağlı posteri hazırlayanda siz artıq istini orada bildirməlisiniz. Və bunu necə həll elədiyinizi də kondisionerlə bildirmiş olursunuz. Və avtomatik olaraq izləyici, müştəri artıq bilir ki, hə, istisinin həll olması kondisionerdədir. Və plus da ki, ehtiyac mənbəyini xatırladır ona. Posterlər problem həllindən əlavə də ehtiyac mənbəyini xatırlatmaq üçündür. Yəni posterləri hazırlayanda hiss eləməlisiniz ki, insanların ehtiyac mənbəyinə toxunursunuz. Bu artıq xidmətinizə görə amma əsasən də. Məsələn, birinin evə ehtiyacı var. Evə ehtiyacını necə vurğulaya bilərsiniz? Bu tipli mövzular fikirləşməlisiniz. Ona xüsusi olaraq sloqan düşünməlisiniz. Vizualınızı o insanın ehtiyac mənbəyinə toxunacaq şəkildə düşünməlisiniz. Yəni biri məsəl üçün ailəvi bir ev istəyir, o ailəvi evin uyğun olmasına bağlı məsəl üçün posteri, idealınızı fikirləşməlisiniz. Heç vaxt sosial media posterinizi tez bir şəkildə hazırlamağa çalışmamalısınız. Birinci onun ideyasını düşünməlisiniz. Ya orada problem həll olmalıdır, ya orada ehtiyac mənbəyinə toxunmalısınız, ya da ki, problem sadəcə göstərməlisiniz. Adam özü başa düşməlidir ki, yəni, bu xidmət problem həll edir. Ya da maarifləndirici bir üsuldan istifadə etməlisiniz. Konversiyalı işdə ən əsas bu 4 üsuldan istifadə edilir. Bunlar da empatiya qurmaq sayılır. Duyğusal bağ ötürmək sayılır. Yəni biri məsələn maşın istəyir, komfort istəyirsə, siz maşının komfortunu posterinizə bildirməlisiniz. Amma digəri dinamik bir şey istəyirsə, sport şəkildə sürəti sevirsə, siz artıq orada sürəti bildirəcək şəkildə vizualınızı hazırlamalısınız. Yəni bu hissələri fərqləndirməyiniz çox önəmlidir. Yəni ilk etapda posterinizi hazırlamamışdan qabaq analizlərinizi aparırsınız. Ümumi posterlərə baxa bilərsiniz. Sonra xidmətinizə uyğun posterlərə baxa bilərsiniz. Özünüz üçün nümunələr seçib qırağa qoyursunuz, onlardan ilhamlanmaq üçün. Ondan sonra başlayırsınız artıq onları oxumağa, o posterləri oxumağa. Bir kitab kimi oxuyursunuz. Bu posterdə sloqanda nəyi göstərmək istədilər, vizualda nəyi göstərmək istədilər, rənglə hansı sloqan göstərmək istədilər, batından nəyi təşviq elədilər. Bunları hamısını oxuyursunuz, sonra özünüz üçün digər ideyanı artıq düşünməyə başlayırsınız. İdeyanızı vərəqdə yaza bilərsiniz. Və baxırsınız, görürsünüz ki, burada siz bu 4 ünsurdan birini yerinə yetirmisiniz, yoxsa yox. Yəni, problem həlli var, yoxsa yox. Problem göstərmişsiniz, yoxsa yox. Hamısı olmalı deyil, ha, biri olmalıdır. Maarifləndirmişsiniz, yoxsa yox. Və ehtiyac mənbəyini vurğulamısınız, yoxsa yox. Məsələn, Wolf of Street filmi var. Baxmamışsınız ona, baxmağınızı tövsiyə edirəm. Wolf of Streetdə bu filmdə məsələn, qələmi sat prinsipi var da. Bu indi ümumiyyətlə real həyatdan götürülüb də. Bu qələmi sat prinsipində orada adama deyir ki, hə, məsəl üçün mənə nömrəvi yaza bilərsən, tutaq ki, bu da deyir ki, səndən hansısa bir işi həll eləyəcəm də. Qarşı tərəf deyir ki, amma daha doğrusu deyir ki, şeydir. Bu
nömrə ondan istəyir. Bu da deyir ki, qələmim yoxdur da. Avtomatik olaraq ona qələmi çıxardır, verir. Bu artıq o deməkdir ki, bu nömrəni yaza bilməsi üçün ona qələm lazım idi. Burada artıq onu ehtiyac mənbəyinə vurur. Burada ehtiyac mənbəyinə vurmaq var. Yəni nömrə yazmalıdır. Qarşı tərəfə nömrəsini verməlidir ki, işi keçsin. Nömrəni yazması üçün qələm lazımdır. Və belə tipdə bir ehtiyac mənbəyi vurğulanması var. Yəni bu da bunun üstündən qurulur bir çox şeylər. Yəni ehtiyac mənbəyini vurğulayaraq hərəkət eləməliyik. Ehtiyac mənbəyini vurğulaya bilirsinizsə, posteriniz uğurlu olacaq yəni. Çünki posterlərin məqsədi insanların ehtiyaclarını vurğulamaqdır və ya da ehtiyaclarına uyğun xatırlatmalar eləməkdir. Yəni bir insanın məsələn tutaq ehtiyacı olmasa da belə ona bir ehtiyac şəraiti yarada bilərsiniz poster vasitəsilə. Ya da ona xatırlatma eləyə bilərsiniz. Bu ünsurlar var yəni. Bunları hamısı məsələn vərəqdə qeyd edirsiniz. İdealınızı, cızma-qaralınızı. Ondan sonra başlayırsınız ləvazimatlarınızı yığmağa. Background üçün ayrıca bir ideya fikirləşirsiniz. Sonra vizuallarınızı, PNG-lərinizi ayrıca yığırsınız məhsul kimi. Sonra onlara başlayırsınız kompozisiya eləməyə. Sonra font dizaynlarınıza və ya da font dizaynlarınızı eləyib sonra vizualınıza keçə bilərsiniz. Sonra ən sonda ümumi şəkildə baxırsınız ki, hə, nə çatmır tutaq ki, hə, məsələn, tutaq qiymət tutaq ki, çatmır, button tutaq ki, çatmır, sosial şəbəkə, veb-sayt, loqo, bunları ən sonda yerinə yetirirsiniz. Ümumilikdə olaraq sonra vizualca diqqət edirsiniz və bir izləyici olaraq baxırsınız. Hətta test eləyə bilərsiniz. Hazırladıqlarınızı dostlarınıza, tanışlarınıza məsəl göndərə bilərsiniz və heç nə demədən onların nə hiss elədiklərini məsəl üçün analiz eləyə bilərsiniz və ehtiyac mənbələrinin toxunub toxunmadığını, poster onlara satılıb satılmadığını, yəni posterin satılması ehtiyac mənbəyindən hiss olunur və yaxud da ki, o bilgini əldə eləməyindən hiss olunur. Yəni bir müştəri, izləyici hiss elədisə, avantajı gördüsə, hə, artıq o poster satdı deməkdir. Sosial media posterinin yaxşısı, pisi yoxdur. Səliqəli və səliqəsiz hissəsi var. Səliqəlidirsə, poster özünü satır. Əgər səliqəsizdirsə, sizin ideyanız nə qədər güclü olursa olsun, səliqəsiz hazırlamısınızsa, yəni fontun biri bir tərəfdən baxır. Font vizuala mane olur, tutaq ki. Background hansı bir yazının oxunmasına mane olur. Bu artıq ideyanızın zəiflənməsi deməkdir. İdeyanızın artıq orada məhv olması deməkdir. Ona görə bu poster məsələsində ən önəmli fontların yaxşı oxunmasıdır, dizaynınızın oxunmasıdır, vizualınızın empatiya qura bilməsidir və səliqə səhman olmasıdır. Neqativ boşluqlara diqqət edirsiniz. Neqativ boşluqlar qıraqlardan olur. Yəni bir dənə belə ortanı bomboş saxlayın, o tipdə neqativ boşluq olmur. Neqativ boşluq odur ki, onun qıraqlarından ona mane olan hər hansı bir detal yoxdur. Yəni sıxlaşma yoxdur. Rahat nəfəs alırlar durumu var. Bu hissəsinə diqqət edirsiniz. Bu şəkildə posterinizi tamamlayırsınız yəni. Aydın oldu nəzəri baxımından sosial media posteri. Bəli. Mesela bir sualınız var, qaranlıq qalan tərəfi. Hələ ki yox. Tamam. O zaman bu videonu göndərirəm sizə. Ondan sonra da poster hazırlayacağım. İllüstratorda hansı ardıcılığına poster hazırlamalıyıq. Tamam. Tamamdır.